Herkese selam. Bugün ChatGPT'nin enderliği bu enderliği de olsaydı veya o bir enderliği de olsaydı dediği kostümler deneyeceğiz. Açık bir videoların gelmesi için kanalıma videoma like atmayı unutmayın. Onda videomuza geçelim. ChatGPT'nin dediği ilk kostüm Rogue Mortis'ti. Rogue Mortis yani bu kostüm değil. ChatGPT'nin dediği ilk kostüm budur. Ama bu benim de en sevdiğim kostümlerden biridir ve çox da yaxşıdır. İstəyirsiniz gəlin bir dənə denəyək. Baxaq denəyək ilk öncə. Çünki mənim də ən sevdiyim kostümlərdən biridir və ChatGPT-nin bunu deməsi qəlizdir də. İlk öncə atışına baxaq. Baxın, normal Mortis kimi gedir, amma fikir verin, bir dəqiqə fikir verin. Baxın, fikir verin, sarı bir şey gəlir oradan. Baxın, normal Mortis kimi getmir. Yanından sarı bir şey çıxır. Məncə o sarı bir şey də qumdur. Çünki quma oxşuyur. Gəlin indi isə vuruşuna baxaq. Belə vurur. Vurmağı da belədir. Yəni normal Mortis kimi vurur. Sadəcə yanından qum keçir. Süpərinə baxaq. Süpəri belə qum fırtınasıdır. Aha, oldu. Baxın. Belə qum fırtınası atır. Biraz qəribədir amma. İndi isə gəlin hiper şarjına baxaq. Amma ilk öncə yenə mən süpəri doldurmalıyam. Süpərimiz doldu. Nə? Basıram. 3, 2, 1. Aha. Amma bir şey fikir verirsiniz, baxın. Hiperşarj başladıktan sonra süpərini atdıqda Mortis'in adi kostümsüz halında var yarasalar gedir onun kimidir. Yəni dəyişiklik yoxdur. Ona görə biraz qəribədir də. Amma mən burada ChatGPT-yə qatılmıram. Çünki bu kostüm də mənim ən sevdiyim kostümlərdən biridir. Və ChatGPT burada deyir ki, bu kostüm epik olsaydı daha yaxşı olardı. Yəni 79 elmas. Amma bir şey də mən səhv dedim. Epik deyib 149 elmas deməkdim. Saç 79 elmas dedim. Yəni ChatGPT deyir ki, bu kostüm epik olmalıdır və 149 elmas olmalıdır. Mən buna qatılmıram. Buna görə ikinci kostümümüz nə deyir? İkinci kostümümüz Unicorn Kings Barley-dir. Çox ehtimal adı belə deyilmir, amma mən oxuyanmadım. Nəysə, gəlin həmin kostümləri tapaq və baxaq görək ChatGPT düz deyir yoxsa səhv deyir. Dostlar, həmin kostümü tapdım. Bu kostümdür. Bu kostümdə 79 elmasdır, amma biraz qəşəng kimi də durur, qəribə kimi də durur. Gəlin denəyək. Gəlin ilk öncə vuruşuna baxaq. Vuruşu belədir. Biraz vuruşu qəşəng kimidir. Gördüyünüz kimi belə şüşə atır və atdığı şüşədə yerə düşəndə yerdə göy bir şey buraxır. Yəni biraz qəşəngdir. Gəlin süpərinə baxaq. Atdım süpərini. Süpərində də biraz başqa cür olur, yəni dəyişir. Atdığı şüşələrin üstündə ulduzlar çıxır və yerə düşəndə yerdə olan o göy şeylərin üstündə belə ulduzlar olur. Gəlin hiper şarjına baxaq. İndi bir daha süpərimi doldurum. Gəlin 3, 2, 1 dənədim hiper şarjını. Hiper şarjı da bir dəqiqə deyəcəm. Hiper şarjı da elə bilirsiniz necə? Atır, amma çox böyük yer atır. Yəni deyək ki, bir dənə atır, amma çox böyük hissəyə yayılır və bu da mənim xoşuma getdi, yaxşı idi. ChatGPT isə deyir ki, bu epik və ya ender olmalıdır. Ender 29 elmasdır, epik isə 149 elmasdır. Mən buna qatılmıram çünki 29 elmaslıq kostüm deyil, 149 elmaslıq da kostüm deyil. Normal 79 elmaslıq kostümə bənzəyir. Mən bunda da ChatGPT-yə haqq vermirəm. Keçək 3-cü kostümümüzə. Dostlar, 3-cü kostümümüz Eldragon Skins'dir. Mən bu kostümü elə bir heç eşitməmişəm, ona görə axtaracağam. Bir dəqiqə səhv eləyirdim. Və dostlar, Eldragon Skins yazıb və yanında Verde və Rosado yazıb. Bu bilmirəm nədir. Rosado nəsə mənə Rozanı ağlıma gəldi. Baxım görüm. Yox dostlar, axtarıram və həmin kostümü tapa bilmədim. Ona görə bunu dəyərləndirə bilməyəcəyik. Onda keçək 4-cü kostümümüzə. Yəni 3-cü. 3-cü kostümümüz Evil Jean. Həmən kostümümüzü axtaraq. Evil Jean Jean'in kostümüdür. Gördüyünüz bu kostüm. Çox da qəşəng kostümdür. 149 elmas da məncə haqq eləyən bir kostümdür. Ona görə ChatGPT bunun haqqında nə deyir? ChatGPT bu kostüm haqqında deyir ki, bəli, görünüşdə fərqlidir, amma qiymətinə baxanda və oynayarkən fərqi çox hiss olunur. Və deyir ki, bu ya mistik ya da super rare olsaydı yetərli idi. Dostlar, məncə super rare olmaz. 79 elmaslı bir kostüm də deyil. Mistik də olmaz. Yəni mistik də olmaz. Çünki məncə 199 elmaslı kostüm deyil, 149 elması haqq eləyir. Və mən yenə burada ChatGPT-yə qatılmıram. Artıq son kostümlərimizdir. Gəlin baxaq. 5-ci kostümümüz Salon 8 bit. Həmən girib baxaq.
Dostlar, salon 8 bit kostümüydü. Yəni onu da tapa bilmədim. Yəqin ki, oyunda görsənmir və ya necə deyim, hiperşarj kostümüdür və görsənmir. Amma ChatGPT bu kostüm haqqında nə deyir? Deyir ki, o qədər gözəl dizaynı və effekti var ki, məncə bu legendari, yəni efsanevi bir kostüm olmalı deyir. Həmin kostümü indi axtarıb baxacağam, dəyərləndirəcəm, ekrana da qoyacağam, tapsam. Dostlar, salon 8 biti tapdım. Hətta göstərim sizə. Ekrana da qoydum. Fərq etdiyiniz kimi Piyano 8 bitə çox amma çox oxşuyur və köhnə vaxtlardan qalmış bir kostümdür. Yəni Brawl Stars'ın təzə parladığı vaxtlardan qalan bir kostümdür. ChatGPT isə deyirdi ki, bu kostüm çox qəşəngdir, dizaynı falan filan, yəni çox qəşəngdir deyirdi və bunun əfsanəvi olmasını istəyirdi, amma məncə əfsanəvini haqq etmir. Məncə mistik, yəni gizləmli olmalıdır. Hətta epik belə ola bilər, 149 elmas. Gəlin son kostümümüzə keçək. Son kostümümüz Trash Poco. Trash Poco, həmən girib baxaq. Bəli, Poco tapdıq. Trash Poco baxaq hansıdır? Trash Poco bu. Trash Poco kostüm budur. Mən baxdım və nədənsə heç xoşuma gəlmədi. Nəsə elə bir super rare olmalıdır və ya ender olmalıdır. Dostlar, Trash Poco budur. Məncə bu yəni o qədər xoşuma gəlmədi. Məncə bu epic yox, rare olsaydı daha yaxşı olardı. Yəni ya da super rare. ChatGPT də belə yazıb. Deyir ki, bu kostüm o qədər də yaxşı olmasa da rare ola bilər. Mən də bu dəfə ChatGPT-yə qatılıram. Ən azından bir dənəsini ChatGPT düzgün dedi. Nəysə dostlar, videomuzun sonuna gələk. Bu videomuzda belə olsun. Gələn dəfə hansı video fikirləriniz varsa yorumlara yazın və mən də o video fikirlərini çəkeyim. Sağ olun, salamat qalın. Bay bay.